Zəki, deməli, 4 gün ərzində 3 Azərbaycan əskəri dünyasını dəyişdi. 4 gün ərzində 3 Azərbaycan hərbi qulluqçusu dünyasını dəyişdi. Bu skandaldır, skandal. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Azərbaycanda baxın ha, mən deyəndə ki, İlham Əliyev Azərbaycanın produktunu, ərzaqını Rusiyaya göndərir. Hətta türmələrə gedəsi əti, yağı belə Rusiyaya göndərir. İnanmırsınız. Baxın, Azərbaycanda kilosu 20-25 manat olan kərə yağının bir ay ərzində bir ay yoxsa bir neçə ay ərzində 12 min ton kərə yağını Rusiyaya göndərib, özü də Azərbaycanlara satıldığından 2,3-2,5 dəfə aşağı qiymətinə. Azərbaycanda 20-25 manat arası 20-25 manat arası olan kərə yağının 12 min tonu Rusiyaya göndərilibdi. Rusiyaya 11 manatdan satılıb, 11 manatdan. Belə prezidentin ağzına çalimə. Belə prezidentin ağzına çalimə. Bu öz xalqına 25 manada, 20 manada satdığı kərə yağın kilosunu 20 manada, 25 manada satdığı təmiz kərə yağını Rusiyaya 11 manata göndərir, 11 manata satır. Belə prezidentin var yoxuna lənətə. Belə prezidentin yüzünə tükürmə. İnsan ola, insan ola. O baş olma. O baş olma, qoy ağsaqqalı qoşamaya. Gəldi ağsaqqalı. Adamın ürəyi ağrıyla. Allah bəlanı versin. Sən də zibil, nə uğraşsan sən düşübsən bu ölkə. Nə cins insansan sən. Nə cins insansan İlham Əliyev sənə. O uğraşsan sənə. Dilimlə cinayətləri deyirəm. Dilimlə deyirəm ha cinayətləri. Dünənləri yarım saatdır bəylərin sərhəddi yarma, qaçaqmalçılıq, nə bilim, nə işgəncələr, oy, nələr danışıram. Elə bir devlət yoxdur, ölkə yoxdur. Bu biraz da Zəki bəy danışsın bunlar.